bu hissənin kafir olması çox qəşəngdir. Bizdə ailəvi kombo bax budur. Pizza Mizza'da 29.90'da. Kızlar, herkese salam. Kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Necəsiniz? Ümid edirəm hər kəs yaxşıdır. Bugün yenə sizi mama gidən salamlayıram. Mənim işlərim var idi ki, burada qalmışdım. Keçən vlogun səhərsidir. İzlədiyiniz vlogun səhərsini hal-hazırda yaşayıram. Keçən vlog sizə demişdim, bu günləri ayırmaq istəyirdim və ayırdım. Baxın nə gözəl, yaxınlaşdırım sizə. Ayırdım, qəşəng bunları sərgiyə saldım, can sularını verdim. Kondisionerin üstü, burada bu hissələr hamısını sildim, torpaq olmuşdum. İndi isə pəncərəni siləcəm, bu pərdəni çıxardacağım. Amma bu arada yenə evdə deyil, uborka edirəm, generalini dərin uborka edirəm mama üçün. Xəbəri yoxdur. Pərdələri çıxaracağım. Ən çobud işlər pəncərələri silməkdir. Sonra keçən vlog bu hissələri təmizləmişdim. Yazda gəlsə aspirator falan hər şey. Üst hissəni sildim. Bayaqları onsuz silmişəm çünki telefonla yuxarı qalxa bilmirəm. Bir dənə keçən vlog üst hissəni silə bilməmişdim. Üst hissəni də sildim. İndi keçəcəm pəncərələrə, pərdələri çıxardacağım, sonra asacağım. İndi həli pauza vermişəm. Ömərə qəşəng şorba mama pişirib. Belə baxın nə qəşəng şorba pişirib. Bu şorbadan Öməşqəyə verəcəm. Baxın nə qəşəng. Xoşlayıram bu güllü çiçəkli makaronları. Güllü, ulduzlu. Bax belə qiyməli qəşəng şorba pişirib mama. Özü də içəcəm, işlərimi bitirim. Öməri şorbası biraz soysun. Qaba əlavə elədim, biraz da çörək əlavə elədim içinə. Azca, yarım param. Belə, onu yedizdirim. Burada bu arada pastellərim aman fırlanır. Onları asacağım, sonra çay dəsmalları. Belə, ara hər yer sərgəlidim. Ortalığı da yığışdırmışam. Ömər məni gözləyir. Gedim uşağı yedirdim. Daha sonra bu pərdə, pəncərə işini həll edeyim. Sonra evi toz soğanlayacağım. Və bir də mama şifanerində yüngül sərgiyə salmaqlıq şeylər var dolaplarda. Onları sərgiyə salacağım və sonda evi siləcəm. Çatdırmasam birdən axşam, çünki ola bilsin mənim damcı yoldaşım gəldi. Yoldaşım gələnə qədər çatdırdığımı eləyəcəm. Çatdırmasam bir dənə silməyə mama evi siləcək özü. Əsas köbud işləri mən görəcəm. Bir səfərdə mama gilə gələndə artıq onun divanını təmizləyəcəm. Divanın üstünü artıq aparatdan təmizləməyə çünki ehtiyac var. Belə, keçəyində Öməri yedirdim, gəlim. Çıxmışam göyün 7-ci qatına. Buranı belə qəşəng sildim. Hamısı tərtəmiz oldu. Baxın, nə qəşəng. İndi patakonik falan da silmişəm. Bağlayayım. Ağac görürsünüz, belə ilişir, pastelə büzüşdürür. Həmişə ən birinci buradan aslanlar büzüşdürür. Ağacı da ki, kəsmək olmaz da, yəni diri ağacdır, olmaz, günahdır. Ona görə heç yaşıllığı darısı gəlib kəsmir. İndi bezi nəm eləyim, bu hissələri də sileyim, bu hissələri. Bir də orada yuxarıda pərdə astığımız o yer ki var, onu da karnizə silim, düşüm. Mama girdə bu hissənin kafir olması çox qəşəngdir. Remont olanda mən mama etdim ki, buranın kafir elə ondansa. Çünki belə ağ nə dilləri, emulsiya dilləri, nə dillər ondan çəkmişdilər. Bu da ki, xeyir eləmir bir müddətdən sonra. Nə bilim, saralır, eləyir, təmizliyi çətinləşir. İndi bir dənə də üstündən gedib bezindən gedəcəm üstündən. Belə. Öz evimə də bundan sifariş verəcəm. Deyəcəm ki, mənim evimə də bundan eləsin. Belə, bir dənə də bezi silim, gəlim. Anam pərdələri də fırlanır, qəşəng, köpük-köpük. Yumuşadıcı da əlavə eləmişəm. Ətir gəlsin qəşəng. Bu arada mətbəxin pərdəsini də taxdım. Bunun ütü ehtiyacı yoxdur. Tərtəmiz oldu, mis qoxu gəlir. Ümumiyyətcə pərdələr təmiz olanda yüngül olur. Mən ona fikir vermişəm. Belə, o 2 dənə qabı evə aparacağım özümə. Oraya mən çiyələk falan əkəcəm. Mənə lazımdır. Belə, indi bunu da asım qızlar. Atama bir dənə aparım, çay verim, bir dənə çay içsin atam. Öməri yatırdım. Sonra yerlər falan silərəm. Şufanyerin bir dənə işinə baxım bir də. Bu qədər. Deməli qızlar, anidən gəldi yoldaşım və dedi ki, artıq yığışaq. Ona görə də bir dənə evi silə bilmədim, dediyim kimi. Və videonu orada saxlatmışam. Heç bilmirəm harada qalmışdı vlog. Artıq burada biz gedirik. Maşında da telif haqqı gələr deyə, musiqi səsi gəlir. Ona görə telif haqqı yeməyim deyə onu azaltmışam. Sizə belə səs yazıram. Bu arada o qədər yorğun idim ki, yoldaşım dedi ki, sən halın yoxdur artıq, yemək hazırla falan, süfrə elə.
Gəl gedək. Qəşəng pizza mizzaya yolumuzun üstüdür. Oturaq biraz yemək yeyək Allah verəndən. Evimizə gedək. Necə açılır? Qapılarını göstər. Sənə bacılar, qaqaşlar da baxır. Balaca bəbələr də sənə baxır. Oo, çox gözəldir. Qızlar, sizcə maşına nə qədər pul vermişik? 2 manat 50 qəpik. Daha doğrusu mamam alıb. Çox gözəldir. 2 manat 50 qəpiyə nə verirlər? Hələ altında batareya yeri də var. Balon. Balon istəyirsən? Yaxşı. Deyərəm, verir xala sənə yaxşı. Mən balon. Özünü yaxşı aparan bəbələrə, axırda yemək yeyəndən sonra verirlər balonu. Bildin? Balon istəyirsən, verim sənə balon. Yemək yeyəndən sonra da o yaxşı aparan bəbələrə. Özün yaxşı aparsan verəcək. Balon. Bağlıqsa olur. Elə. Bizdə ailəvi kombo bax budur. Pizza mizzada 29.90-da bu sərf verir. Bunları ayrı-ayrı sifariş verirsiniz 45 manata yaxın menyu eləyir, amma belə sərf verir. Həm də daha doyumlu olur. Naqıs da var, kartuşkası da var. Pizza da böyükdür. Sokdakı kola olmasa da olar, yəni başqa bir su da sifariş verə bilərsiniz. Hə mi? Kola sənin. Atada kolanı. Yox, başqa bir şey də içə bilərik. Allah yoldaşımdan həqiqətən razı olsun. Yəni yerinə düşdü bu pizza burada. Çünki çox yorulmuşdum da oradan bayaq dediyim kimi qızlar. Bu arada biz həmişə toyuqlu pizza sifariş veririk. Belə toyuqlu, tərəvəzli. İçində qarğıdalı var, biber var belə. Həm də Ömər yeyə bilsin deyə. Kalbas sasika olmasın içində. Bir də burada videoda sol tərəfdə indi ürək yerləşdirdim. Çünki orada yoldaşımın medalları düşürdü üstündə. Ona görə də onlar görünməsin deyə orada ürək yerləşdirdim. Birdən elə bilərsiniz ki, səhvən orada ekranda nəsə qalıb, amma yox. Belə, çox ləzzətlidir buranın pizzası. Kalbasalı falan olmasın deyə heç vaxt başqa bir şeylər sifariş vermirik. Nədir? Nice. Deyə doğramış olsa bəs. Balaca, o neçəyədir? 60 qəp. Yaxı, dadı yaxşıdır, bu yaxşıdır. Gəl Ömər. Ömər, keç. Kitabı göstərə bilərsən, sənə nə kitab aldıq? Cəmiyyətdə davranış qaydaları. Nana tabu. Papağana baxın bunu. Wow, çox gözəl bir qələm aldıq. Nə aldıq? O tərəfini göstərdi, o nədir? Biz xalalar baxmaq istəyir. O dönürsə saxlayırdı. O dinozavrdır. Bu çox gözəl kitabdır, mən bəyəndim. Cəmiyyətdə davranış qaydaları, çox gözəl. Sən də oxuyacağım. Mən oxuyacağım sənin üçün. Sən də rəsmlərlə yadında saxla. Sonra böyüyəndə sən hərfləri biləndə özün oxuyacaqsan. Bax. Bax, gör nə deyir? Söz verdiyiniz yerə vaxtında gedin. İnsanları gözlətməsək daha yaxşı olar. Görsən? Canı sıxılıb. Onu gözlədiblər. Görsən? Çox üzgündür. Burada nə deyir? Burada deyir ki, kino, teatr, konsert və başqa ictimai yerlərdə sakitliyə riayət edək. Yəni danışmaq olmaz. Kinoda, teatrda, konsertə gedirik, oturub baxırıq ha, teatrda. Mən də baxım. Aparım səni kukla teatrına. Yox, saxla baxır. İstəmirsən kukla teatrına getmək? Saxla baxır, baba. Şaxta baba nədir ay Ömər? Şaxta baba vaxtı getməyib falan. Elə edəmişdi, nə? Kitabdakilərin üzün göstərir. Necə eləyir? Bu necə eləyir? Necə eləyir? Göstər. Yaxşı, evdə oxuyarıq. Get düşək. Çatdıq evimizə. Baba. Yallah düş. Bismillah. Görək. Güllərimə məhv olmayıb. Düş Ömər, Kutkan zadın nağlı dəyinin. Şükür Allaha. Aşırtmayıb, hə. Yox, yox, aşırtmayıb. Bunun altı biraz belə əyridir kökünə görə. Bura qoydum. Bağla qapını. Ay maşallah.
Qəşəng baxma da. Gedik. Qalx. Evim gözəl evim. Denən Ömər. Benim gözəl evim. Bu əməlli başlı şeydir. Çıxıb ucu. Onu dəyişmək lazım. Gəldik, çıxdıq evimizə, işimizə. Çox şükür, min şükür. Ömər şarikən balacalaşıb. Biz belə çörək falan aldıq sabaha səhərə. Ömər, gözləyək. İnterneti, Wi-Fi qoşum. Bizim çöl qapımızın burucqası çöldən nəsə əməli başlı boşalıb, yəqin ki qırılıb. 2 ildə bir o dəyişməlidir. Gəldim bu şimdi paltalar var, onları atım yumağa. Siz xoşdursunuz da mənim təmizliyimi. Göstərməsəm belə danışmağımı belə sevirsiniz. Ona görə danışa-danışa işlərimi görürəm. Gəlin sizi bura yerləşdirim. Daha önce işi hardan düşür, nə tər düşür da baxmıram. Belə. Tez-tez işlərimi görürəm. Çünki çoxdur işim. Gedək, qardaşım da kömək eləyim. Qapının çıxasını dəyişəndə. Çünki qapını burada tutmaq lazımdır. Bağlanar, sonra açılmaz. Belə, bu da bizim işlər. Bir də sadəcə adi günə getmişik. Hələ deyirəm ki, az şey götürəcəm, nə bilim. Amma uşaqla olmur da, elə nəsə çıxır. İlk öncə də gəlin kimi eləyirik, çaylıqı qoyuruq. Çaylıqı deyim, termopot. Termopot qoyuruq, tez qaynasın. Qəşəng içən suyunu da doldurdum. Çay da dəmləyək, çay da içək. Özümüzə gələk. Evə girən kimi qızlar qaraları atdım, qəşəng fransınlar. Bunlardan sonra ağları, sonra Ömərin geyimlərini atacağım. İndi bir dənə qəşəng çay dəmləyim, termopotu qaynadı. Qəşəng çay dəmləyim. Yəni çayımızı içək, sonra işimizə davam edəcək. Bütün ətir verən otlar, nə bilməyək, qərənfil, hər şey bitib. Belə olub. Aha, verirəm indi, verirəm. Gözdə nasıl? Gözdə. Hər şey bitib, qərənfil, kəkdir, hər şey bitib. Ona görə sadə çay dəmləyəcəm. Bazar tərəfə genəldə mən şu bazardan alıram. Keçən sənə qızlar yuxulu götürmüşəm şifrəndə bu açar əvəzinə dispens basmışam və su axmağa başladı yerə, təsəvvür eləyin. Dedim da yuxulu mən buna yaxın durmaram. Çay dəmlənsin, qızlar çaysız eləyirəm ki, nəsə tamamlanmır da. Nə deyilsə, nə deyilsə çaysız tamamlanmır. Aha, həkimimizin gözündən elə, hər ikisi xanım gözündən elə, ona əl çəkmədi marketdə. Bu Barney'dən istədi, birisi də mən onu almıram belə şeydən normalda. Neysə, atası dedi ki, uşağı hiç olmazsa bir dəfə al. Götürdüm ondan. 2 dənə, amma atısını bir gündə verməyəcəm. Bunu yesin, bunu da saxlayacağım. 2 gün sonra yiyər. Bir də belə çörək, doğranmış çörək. Axır vaxtlar yaman bunu bəyənirəm. Ömər, gör nə gətirdim. Yadın. Ay bala, o su soyuqdur, onu içmə. Ay oğlum. Bu nərbəkin qoy bura, xahiş edirəm. Bu suyu da içmə, bu soyuq sudur. Su istəyirsən, deyən su istəyir. Qızı patlarım qalıb, hütlənməli, onlar da tutmayacam. Mənim suyu uşağım vermək üçün. Mən artıq 3-cü abarotda Ömərin patlarını fırladıram. Çay içdik, bizi yığışdırdım, müdüm yığışdırdım, buraları sərgiyə saldım. Bu arada burada gülüm var idi, o da su oldu. Ona görə də bu süni güllərlə burada belə bir şey hazırladım. Bu da əslində şamdan qabıdır, amma bunu da burada dekor kimi qoymuşam. Bir köşə hazırlamışam özüm üçün öz aləmimdə. Belə, ondan sonra bunu indi söndürəcəm. Yatanda bunu mütləq söndürürəm. Çünki biraz qorxuram, nə yalan deyim. Elektronik əşyatda. Bir də bu bir 2 dəqiqədən bir qaynayır deyə öz-özünə, yəni ki, istiliyi fırladır da. Ona görə qorxuram, onu söndürürəm. Da, yoldaşım mənə doğum gündə aldığı gül, bunu bura yerləşdirdim. Belə qəşəng. Burada dursun. Belə, buralar da səliqəlidir.
İnşallah vlogu burada bitirmək istəyirəm. Amma səhər ikinci günün vloqunu başlayacağım. Bu arada 2 günün vlogu, daha doğrusu 2 günə etmişəm. O bir vloqda olacaq inşallah. İndi gedin yatmağa, dincəlin. Siz bir neçə saniyə sonra görəcəksiniz səhər açıldığını, amma əslində bir neçə saat keçmiş olacaq. İndi isə mən gedin dincəlim, yenə gələcəm. Hələlik. Sabahınız xeyir olsun, gününüz xoş açılsın inşallah. Artıq ikinci günü vlog halına gətirirəm. Bir vlogda izləyəcəksiniz inşallah. Keçən vlog göstərməmişdim. İstədim sizə gül çiçəklərimi də göstərim. Qəşəng açıblar. Bu arada ağaclarımız da bar verib. Alça ağacımız artıq meyvəliyib. Sonra Yapon əzgilimiz, bilmirəm sizlər necə deyirsiniz o ağacın meyvəsini, amma biz Yapon əzgili deyirik. O da artıq meyvə verib. Bu arada ilk ildir ki meyvə verir o ağac. Bütün ağaclarımız əslində hamısı balacadılar. Ömərlə yaşıddılar. Ömər doğulan ili biz onları nazik bir ştil halında əkmişdik və görürsünüz indi hamısı necə gözəl yaşıllanıblar, böyüyürlər. Maşallah olsun, maşallah deyə qızlar. Ən gözəli, daha gözəli sizlərin olsun. Bu arada həyətimizdə ciddi işlər görülməlidir. İməclik kimi inşallah ki görərik. İndi evə qalxım. Ömərlə biraz maraqlanım. Yağış çox yağdı deyə, bax görürsünüz divarlarımızın emosiyası falan gedib. İnşallah ki bu yay onları yeniləyəcəyik inşallah. Aha, gözə topu. Gəlmişik oyun oynamağa, hə Ömər? Səhər yeməyindən sonra. Hazırsan? Başından atacağım. Hazırsan? Hazıram de. 1, 2, 4. Yox, 1, 2, 3. Yox, 1, 2, 3. Başla. Let's go. Hayır. Hadi sağ sol elə. Sağ sol elə gətir. No. Başı üstə tapar başına da. Yox, ana heyran başı. Hop. Yine kaçtım. İndi Ömər atsın. Ömər atsın. At. İndi sən at. Qaça indi gəl batırsan. Gedir qaça, gəlir, atır indi. Bu arada səhər yeməyimizi yedik biz. Gəldik, biraz Ömər oynasın. Pastel falan çıxartmışam, onları yumuşam. Asım onları. Aferin sənə. Sonra həyətə düşəcək. Ömər oynasın. Düşdü. Ayca. Hop. 1, 2. Mən uduzdum, Ömər utdu. Oo. Belə necə basketbol oynayayım mən? Sən mən qarşımda durmuşsan. Ben kaçırdım. Taştan futbol attı. Qaç görürüm onda. Alınmadı, anada da alınmadı. Bəbələrə də deyirsən, belə yıxsınlar torpaqdan tumurcuq. Hemen istiyordum. Sən də yığırsan, bəbələr də yıxsın belə. Yok. Oynasınlar torpaqla. Elini çık oraya. Əlləri çirk olar. Ha. Heç nə olmaz. Dinən oynayın, torpaqla oynayın. Yaxşı özünüzü hiss eləyəcəksiniz. Hə, Ömər? Ben de tümü aşı da tümü. Asir də gəlsin, can. Xalası oğlunu istəyir. Asir də gəlsin. Tümünce kunda yemeyecek. Yox, yeməyəcəyik. Yox, bax bu ağac böyüsün, ondan sonra yeyərsən. Yaxşı? Biz burayı ben yapıştırdık. Yapışdırmayacağıq. İndi o böyüyəcək orada meyvələr. Düştü. Nə gözəldir, ana heyran. Aferin sənə. Kəpənəyə bax Ömər. Ömər kəpənəyə bax, kəpənəyə bax. Ah kəpənək. Sapanak bunu tutmak istiyorum. Götürə bilmirik də əlimizə oğlum. Tutmak bunu oturuyor. Uçurtma istəyirsən alsın ata sənə. Kəpənəyə oxşuyur o da. Ha, demiş. Xala dedi ki, al Ömərə uçurtma uçursun. Kuş almak istiyorum. Quş almaq istəyirsən, quş ala bilmərik. Quş təbiətdə yaşayır. Maması. Bəli. Dişim olup ki. Quş, Basından banacak, basından kaka çevirecek. quş. Ha, yiyecek basından. Dimdiyinə. Ha. Yeməzsən, səni çox sevir quşlar. Bəbələrə ziyan verməz. Yine var. Nə var? Bax da nə bilim, axtar. Bax, gördüm, tumurcuq. Da sen de işte bu değil. Ay işte burada. Belə qızlar gedək evə. İşlərimizə davam eləyək. Başladım günorta yeməyini bişirməyə.
Elə bir dəfəlik hazırlayıram. Axşama da yeməyimiz olsun. Belə kotlet elədim. Bu arada kotleti mən öz dietoloqumdan, Ülviyə bacımdan öyrənmişəm. Necə? İçinə birisi də əvvəllər məsəl üçün çörək ov əlavə edirdi və ya suxar əlavə edənlər var. Kartof, soğan, hərəsindən bir baş. Amma mənə dedi ki, ən faydalısı kartofsuz və çörəksiz olar. Həm bu səni süni şəkildə kökəltməyəcək, həm də uşağa da xeyri olacaq. Yulaf. Qızlar, bildiyimiz yulaf əlavə edirik. Bir yumurta və bir soğan. Qəşəng onu yoğururuq. Faydası var. Həm də böylələrə belə daha çox faydası var. Həqiqətən birinci dəfə hazırlayanda baxın, yulaf hətta görünür burada. Biraz tərəddüd etmişdim, nə yalan deyim. Amma sonra evdə hər kəs çox bəyəndi. Hətta anama da tövsiyə elədim ki, bir dəfə belə hazırla, peşman olmazsan. Çox qəşəng olur. Həqiqətən möhtəşəm dadır. Siz də uşaqlarınıza, elə özünüzə də belə hazırlasınız, daha xeyirli olar. Dedim, qoy bunu da deyim sizə. Belə kotletlərim bişdi. Burada da kartofu əlavə eləmişəm. Biraz duzladım və sarköklədim. Qapağını bağladım ki, biraz yumuşalsın. Sonra açacağım ki, qəşəng qızarsın. Belə pişsin yeməyim. Yeməğim pişsin, qazın üstünü falan silim. Sonra gedim pasları ütüləməyə. Qızlar, yeməyi hazırdır. Qəşəng belə. Belə gözəl kabab qoxusu kimi bir qoxu gəlir. Yulaflı olanda belə qoxu gəlir. Belə altını söndürdüm. Gedim digər işlərimi də görüm. Neyəsə hepsini çəkəcəm. Qızlar, əsas odur ki, yeməyimiz hazırdırsa, keçə bilərik indi ütü işinə. Ümumiyyətcə, siz də yazarsınız. Mən əvvəllər iş görəndə birinci ev yığışdırardım, sonra yeməyimi pişirərdim. Sonra bir dəfə anam dedi ki, qızım elə eləmə, yemək onda gec vaxta qalır. Gördüm ki, anam düz deyir. Həqiqətən, mamın o sözündə ki, haqq var. Əslində, anamın bir çox sözündə haqq var. İnsan yaşad olduqca onu başa düşür. Və mən artıq iş rejimi dəyişdim. Yuxudan duran kimi birinci məsələn uşağı dizdirirəm, uşağın yeməyi, çayı, suyu, onu rahatlaşdırıram, əynini dəyişirəm, ayaq yolusu falan. Sonra pastilləri dəyişirəm, daha doğrusu bağlayıram üstünü və ondan sonra yeməyimə keçirəm. Yeməyimi bişirəndən sonra başlayıram süpür işlərinə və yaxud ütü işi varsa onlara və yaxud elə yemək bişə-bişə paltaları atıram bir-bir. Onlar da çıxsın, əldən yuyulur, asıram. Yəni bax belə bir ardıcılıqla iş görürəm. Siz də yazarsınız necə işləyirsiniz yuxudan duranda. Bu arada burada da geyimləri sizə göstərirəm. Ömərə aldıqlarımı, hamısı burada ütülədiklərim Ömərə yeni aldıqlarımdır. Gördüyünüz kimi belə dəst şəklində bir dənə şortiklə futbolka, yaşıl belə dinozorlu kofta aldım. Belə 2 dənə mayka aldım. Dənəsi 5 manata idi LC-də. Belə uzun qollar almışam. Demək evdə geyinmək üçün 3 dənəsi üçlü şəkildə 30 manata qoyulmuşdu. Elə bir ki, bir dənəsi 10 manata düşürdü. Ümumiyyətcə Elsin mallarını mən çox bəyənirəm. Aldıqlarım da hamısı pambıq materialdan olanlardır. Ömərin dərisi biraz həssas dərdir deyə çox ağ uşaqdır, maşallah olsun və ağ dərli uşaqlar bir həssas olurlar. Ona görə həkimimiz də daima tapşırır ki, parça seçiminə çox diqqət et. Belə bax, belə futbolkalar da almışam ona yayda geyinmək üçün. Şortikları çox idi, amma futbolkaları ona balacalaşmışdı. Keçən ildən də qalan futbolkaları var geyinəcək, amma belə də aldım. Bunlar 7 manata düşmüşdü, endirimdə idi. Xoşum gəldi rəngləri, Ömərə də yaraşır. Belə, inşallah Rəbbim hər kəsin ruzusunu artırsın, bərəkətli eləsin ruzumuzu. Hər kəs istədiyini övladına alsın inşallah. Rəbbim bütün körpələri qorusun, ana-atalara da bol qazanc, gözəl qazanclar nəsib eləsin ki, hər kəs istədiyini övladına ala bilsin. Belə sadə bir şeylərdir. Yəni əsas evdə geyinməklik şeylərdir. 2 dənə də finiçka almışam. Onu burada yoxdur. Onları ütülüyüb qoymuşdum artıq şkafa. Unutdum sizə göstərim. Gələn vloqlarımda göstərərəm. 2 dənə finka almışam. Onlar artıq geyinməyə başlayıb deyə. Onlar artıq şkafdadır. 3 dənə də ayaqqabı almışam Ömərə. Onları da indi göstərəcəm. Ütü işimi bitirim, sonra onları da göstərəcəm sizə. Ümumilikdə ayaqqabılar biraz çox tutdu. Elə bir ki, ayaqqabılara hardasa 65 manat ödəniş elədik deyə. Bunlara da hardasa 120 manat var bir şeylər ödəniş elədik. Ümumi 180 manat xərcimiz çıxdı. Əsasən ev geyimləri dediyim kimi alınmalı idi deyə bunları aldıq. Belə görsünüz, qəşəng səliqəli hamısını ütülədim. Keçək indi sizə ayaqqabıları göstərəcəm. Bir tane daha var. Hadi gelin. Tamam.
İstəyirəm də ayaqqabıları göstərim. Ömərə aldığım Elsidən 2 dənə krossovka tipli aldım. Daha doğrusu bir dənə belə krossovka, yay krossovkası kimi çox qəşəngdir. Canlı həyatda daha qəşəngdir. Belə bir şey aldım. Bir belə top çıxartdıq bunu. Bir dəfə artıq sift edib həyətə geyinib belə bir top çıxardım. Bunu 10 manat verdim. Buna 35 manat verdim. Amma bu çox yüngüldür. Yəni adi belə adı bilinməyən mağazalardan aldığımız ayaqqabılar kimi deyil. Çox qəşəngdir. Daha sonra da belə bir şey, bax necə etiketini çıxartmamışam. Oğlumun ayaqları böyüdü maşallah, 26 razmer giyinir. Belə bir tapçıqa tipdə bir şey aldım. Bu da elə gəzməyə falan getməyə. Belə qızlar. Qızlar, vlogu burada bitirmək istəyirəm. Demək olar ki 2 günün videosudur. Montaj eləmək lazımdır. İnşallah ki montaj eləməyə vaxt olar və mən tez zamanda bunu sizdən bölüşərəm. Belə. Qarşıda qəşəng fikirlərim var videoların kontenti olaraq, amma sizdən dəstək gözləyirəm. Bolca yorum yazmaq, bolca bəyənmək, ondan sonra yaxınlarınızla videolarımı bölüşmək, yaxınlarınızda orada paylaş hissə var. Oradan paylaşıb WhatsApp vasitəsilə də yaxın rəfiqələrinizə, kim ki belə kontentdə, bu cür mövzularda vloglar sevir izləməyi, o xanımlarla bölüşə bilərsiniz mənim səhifəmi, rəfiqələrinizlə, bacılarınızla, analarınızla. Hətta məni izləyən qızlar var ki, burada deyirlər ki, anamız səni məsləhət gördü, izləməyə başladıq. Və yaxud analar var, deyirlər ki, qızım izləyirdi, mən sonra izləməyə başladım. Belə. Ümid edirəm bəyəndiyiniz bir vlog olar. Dəstəyinizi əsirgəməyin. İnşallah növbəti vlogda görüşərik. Hələlik.